Salam dostlar, kanalıma hoş gəlmisiniz. Uzun bir müddət aradan sonra yenə sizlərlənəm. Dostlar, bu günləri bizim bu iki təkər söhbətimiz qurtarmır. Bu maşına da iki təkər verəcəyik. Dostlar, tozlu olmağına baxmayın. Yeni güncəlləmə gəlib bilirsiniz ki, ona görə qar olub diri maşının üzəri. Və dostlar, buna da iki təkər verək. Dostlar, bildiyiniz kimi 15 minlik motor, 50 minlik turbo çift. Bir tane de off-road lastiği alın. Sonra ise dostlar, süspansiyonun belə eləyin. Yəni buradakı ilə eyni olsun. Vites kutusunu əldə etməyin dostlar, necədirsə elə də qalsın. Ağırlıq mərkəzi düz mənim göstərdiyim kimi olmalıdır dostlar. Yəni özünüzdən də bir şey əlavə eləmək istəyirsinizsə, yəni pərdə zat. Necə dostlar, bu yamaq, pərdə zat, belə pəncərə kimi. Qaqa necə yığmısan bunları? İstəyən varsa, bu arxadakı emoji falan. İstəyən varsa dostlar, şeyə yazsın şərhlərə. Eləyim onun da videosunu çəkeyim. Dostlar, indi sizə göstərim necə işləyir. Dostlar, şəhərə getməyin. Şəhər 2-yə gedin. Şəhərə gedirsiniz, qar olur orada. Drift eləyir ancaq. İki təkər qaldırmır. Ona görə şəhər 2-yə gedin. Burada qar falan yoxdur. Dostlar, drift moduna alırsınız. Yəni bu dinamik eləyək altı. Baxın indi dostlar, biraz gedəndən sonra. Gördünüz dostlar. Buna baxın dostlar, yağ kimi. Baxın buna bu dostlar. Gördünüz dostlar. Şimdi dönəndə biraz mən açdım. Yəni siz özünüz eləyərsiniz də. Baxın dostlar. Gördünüz. Lap dostlar, içdən sürək. Baxın dostlar. Görürsünüz, içdən də iki təkər eləyir. Belə dostlar. Sağ olun, salamat qalın. Kanalıma abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.